Selamünaleyküm dostlar. Bugün yeni bir saytla sizi tanış edeceğim. Evvela sizden xahişim budur ki kanalıma abone olup bildirimleri açarsınız ve videolarımı da şərh yazarsınız. İnşallah beğenirsiniz, videolarımı like edəsiniz. Dostlar, keçək sayta. Belə bir saytdır, cryptosecond.com. Bu sayt 7/24 kripto mining edir və bu avtomatik ödəmələri edir günlük. Minimum çəkim miqdarı yoxdur. Nə qədər elə bir günlük mining edirsə, günün sonunda o qədər kriptovalyutanı sizin pay cüzdanınıza atır, göndərir. Saytla tanış olaq. Birinci account yaradırsınız, yəni qeydiyyatdan keçirsiniz. İkinci mining'i aktiv edirsiniz. Birinci səfər elə bir siz qeydiyyatdan keçəndə Dogecoin miningini sizə hədiyyə edir 2 günlük. Burada da avtomatik yazır ki, sizin cüzdanınıza günlük yollayır. Bu sayet 2025'in aprelin 3'ündən işləyir. Yəni ki, hər gün ödəmələri edir. Keçək sayta. Bu da saytımızın daxil olandan sonra görünüşüdür. Yəni burada fikir verirsiniz. Dogecoin mining verir, Tron mining verir, Gigabyte mining verir, Cardano mining verir və s. Tron və Bitcoin. Sizə ən birinci bu mining'i sizə hədiyyə ediləcək. Burada iş prinsipi necədir? Mine control. Bunlar mənim miningimdir, yəni bunları kontrol edə bilirsiniz. Buy miners. Burada buy miners var, burada mənim minerlərim var. Mənim minerlərim bunlardır. 6 dənə minerim var. 6'sı da işləyir. Yəni burada 0-10'a görə göstərir ki, 6'sı da işləyir. Boşdan minerim yoxdur. Yəni burada prinsip belədir. At silver'e gelirsiniz və burada 1 dollarlıq 1000 silver alırsınız ya 4 dolar yarımlıq 500 silver alırsınız. 100 silver, 1000 silver 850 dolar alırsınız. Bunların da hamısını necə deyək, bax fikir verin. Mən məsəl üçün 1000 silverlik alışı eləmək üçün buy silver edirəm. Sırası mənə yönləndirir FaucetPay adresini. Öz cüzdanımı. Nasıl cüzdanım qeydiyyatdan keçmişəmsə ora göndərir. Burada göstərir. Bitcoin ödəmə edirsinizsə Bitcoin, TRZ, VZT ilə edirsə buradan seçirsiniz. Hansında balansınızda 1 dollarlıq pul varsa ondan keçib Project Payment eləyəndən sonra plana sizi göndərir cryptosecond.com saytına. Burada gündəlik mining edirsiniz. Bu gümüşü alandan sonra mənim balansımda fikir verirsə 5 gümüşüm var. Burada da ki burada level 5 yazdım məndə. Yəni bu level 5 nədir? Birinci leveldə olanda sizə bunu Dogecoin verir. İkinci level'e keçəndə Tron'u aktiv edirsiniz də. Tron'u aktiv göstərir. Aktiv etmək üçünsə siz 15 silver verib bunu aktiv halə gətirməlisiniz. Sonra ikinci rüvəndə bunlar Tron və Gigabyte. Bunları
aktiv eləmək lazımdır. 3-cü üründə isə aktiv edirsiniz və keçir 3-cü ürünə. Aktiv edəndən sonra 4-5 hələ 5-ci üründəyəm. Bunları aktiv hala gətirmək lazımdır. Onu da aktiv eləmişəm, 5-ci ürünü keçmişəm. Yəni 5-ci üründən sonra 6-cı ürünə keçəndə 165 XP, 300 XP-dən 165'in toplamışam. Yəni bu XP toplamalısınız burada. Bu XP başa çatdıqda sizi leveldən levelə qaldırır. Yəni burada o biri minerlər aktiv halə gələcək. Aktiv halə gələcək deyəndə göstərəcək. Yəni buna aktiv halə gətirmək üçün gümüş verir. Aktiv halə gətirməlisiniz və miner alıb o minerləri burada işlətməlisiniz. Burada minerlərin qiyməti burada 382 miner boşdadır. Bunu hər minerdə 365 günlük verir. Gündəlikdə günün sonunda sizin fasit pay qazancınızı fasit pay cüzdanınıza göndərir. 25 silverə bunu alabilirsiniz. 100 silverə bunu alabilirsiniz. Yəni gündəlik enerji 34 saniyədə 34 enerji verir. Saniyədə 8 enerji verir. Və 200 silverə 85 enerji verir saniyədə. Yəni bunların enerjisi nə qədər çox olduqsa mineriniz bir o qədər güclü olur və çox qazandırır sizə. Bu boyda minerlər var. Məsəl üçün ən yüksəyi 100.000 silverdir. Burada 47.000 enerji verir sizə. Bunu Bitcoin'e, yəni ən bahalı kriptovalutalar qoyub onlardan yaxşı gəlir götürmək olar. İndi göstərim bu saytın mənə göndərdiyi ödəmələrə baxaq. Həmin saytdan göndərib gündəlik 10 BTC 0.360 ada Trump Doge TRX DGB elə gedir. 10 BTC adresi Trump Doge TRX DGB BTC gündəlik hər gün bunların 4'ü 3'ü məndə 6 dənə miner aktivdir. 1, 2, 3, 4, 5, 6 dəfə mənə gündəlik bu ödəmələri edir. Siz də burada qeydiyyatdan keçib o minerinizi aktiv edib, gümüş alıb minerinizi aktiv edib və qazanmağa başlaya bilərsiniz. Burada da referallardan da gəlir əldə etmək olur. Referallardan gəlir əldə etmək olur. Yəni hər referaldan 10%, onların elə bir qoyduğu depozitdən 10% və 3 etaplı referal sistemi var. Birinci etap, ikinci etap və üçüncü etap. Bunların hər birindən siz gəlir əldə edəcəksiniz. Saytın açıqlama linkin videonun şərhlər bölməsində və videonun açıqlama qismində qoyacağım. Siz də girib linkdən qeydiyyatdan keçib həm mənə bir dəstəyiniz olar və həm də özünüz də qazana bilərsiniz. Yenə xahiş edirəm, videonu sonlandırıram, xahiş edirəm videoya baxıb kanala abunə olasınız, videonu bəyənirsiniz və videoya şərh yazasınız. Mənim üçün vacibdir. Köməyinizi əsirgəmin. Çox sağ olun, hələlik özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik.